Belə gördüyünüz kimi ortadan bölüb ürək formasında hazırlayıram hamısını. Düzürəm yağlı kağız sərilmiş tavaya. Üzərinə yenə bayaq saxladığım yumurtanın sarısı və süd qarışımından yaxıram. Və bunları da 200 dərəcədə qızdırılmış sobada üzəri və altı qızarana kimi bişirirəm. Baxın, belə bulkalar artıq hazırdır. Üzəri və altı qızarır. Çox dadlı, həm şirin, həm pendirli bulkalar alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.